Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 10-cu ayə. Bismillahirrahmanirrahim. Fi dadə şəkilçisi, qulub qəlblər, him onlar. Onların qəlblərində. Fi qulubihim. Məradun, yəni mərəzə yaxud xəstəlik var deməkdir. Yəni xəstəlik. Varı əlavə biz deyirik ki, cümlə tamamlansın. Onların ürəyində xəstəlik var. Fəzədəhumullah. Fə elə isə deməkdir. Zədə daha da artırdı. Hum onlar. Allah Allah deməkdir. Mərada xəstəlik. Yəni necə olur? Elə isə Allah onların xəstəliyini daha da artırdı. Daha da artırar da deyə bilərik. Və ləhum və onlar üçün və yaxud onlara, lə burada üçün mənasındadır, hum onlar. Onlar üçün yaxud onlara əzəbun əlim. Əzəb elə əzab deməkdir, əlim şiddətli, ağrılı, acılı da deyə bilərik. Bimə ona görə də deyə bilərik. Ona görə kənu oldu idi, yəkzibun yalançılar. Yəni yəkzibun yalan danışanlar deməkdir. Yalan danışırlar daha doğrusu deməkdir. Yalan danışırlar, yalan danışarlar. Ümumi tərcümə də belə gedir ki, və yalan dediklərinə, yəni yalan danışdıqlarına görə onlara ağrılı, acılı, yaxud onlar üçün şiddətli bir əzab vardır. Ümumi tərcümə. Onların qəlblərində, onların ürəklərində xəstəlik var. Elə isə Allah onların xəstəliyini daha da artırar. Və yalan dediklərinə görə onlara şiddətli bir əzab vardır. Yaxud onlar üçün ağrılı, acılı bir əzab vardır. Keçid alırıq bu ayəmizin təfsirinə. Ümumiyyətlə, təfsir, bizim təfsirimiz Möhsün Qirayəti kitabındandır. Quran-ı Kərim Möhsün Qirayəti. Möhsün Qirayəti kitabları biz bilirik, Nur təfsiri var, amma bizim tərcümə etdiyimiz sırf toplanmış qısa forması olan, indi bilmirəm, kimsə alıb, kimsə yox, qəhvəyə rəngdə bir kitabdır. Bir kitabın içində bütün Quran-ı Kərim yığılıb ki, bizə də asan da olsun. Qısa variantda sizə bu təfsiri, bu dərsi daha rahat, hər bir ayəni rahat izah edə bilək. Çünki təfsir dərsi deyil. Təfsir dərsində daha geniş, yəqin ki, izahlarını verərlər. Təfsir, yəni 10-cu ayəmizin təfsiri belədir ki, xəstəlik bəzən cismə aid olur. Buna misal olaraq, Bəqərə surəsinin xəstələrin orucunun hökmü ilə bağlı olan 185-ci ayəsini göstərmək olar. Burada da Ramazan ayına aiddir, yəni Quranın nazil olduğu aydır deyə qeyd olunur və xəstəyə aid deyəndə burada xəstə və ya səfərdə olan kəs həmin sayda başqa günlərdə oruç tutsun. Yəni burada cismə aid olan xəstəliyə dedik aiddir. Bəzən isə xəstəlik ruha aid olur. Buna misal olaraq münafiqlik xəstəliyi ilə bağlı olan bu ayəni göstərmək olar. Yəni, indiki hal-hazırdakı 10-cu ayəmizi, yəni onların qəlbində bir növ xəstəlik vardır. Münafiqin məsələsi su hovuzuna düşüb iylənmiş leşin məsələsi kimidir. Həmin hovuza nə qədər çox su axsa, leşin üfunətli iyi bir o qədər artacaq. Münafiqlik elə murdar xislətdir ki, əgər o insanın ruhu və canına yayılsa, həmin şəxs Allah tərəfindən nazil olan hər hökm qarşısında riyakarlıq edəcək. Münafiqliyini daha da artıracaq. Elə ona görə də bizim ayəmizdə, 10-cu ayəmizdə, Bəqərə surəsinin 10-cu ayəsində belə buyurub ki, Allah onların xəstəliyini daha da artırmışdır. Münafiqlik ruhi xəstəlikdir. Ruhi xəstə nə sağlam adam tək sağlam, nə də ölü tək ölü olmadığı kimi, münafiq də nə mömindir,
nə də kafir. Ki ona görə bu ayəmizdə Bəqərə surəsinin 10-cu ayəsində qeyd olunub ki, onların qəlbində bir növ xəstəlik vardır. Ümumiyyətlə, yalançılıq münafiqlərin metodudur. Ki ona görə də bu ayədə bu vurğulanıb ki, dedikləri yalanlara görə. Təfsirimiz də bura qədərdir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.